Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizin kurikulum təlimçiniz mən Aytən Hüseynova növbəti mövzunun izahını sizlər üçün qeyd edəcəm. Metakognitiv bacarıqların formalaşdırılması növbəti mövzumuz bu mövzu olacaq və bunun izahını qeyd edəcəm. Deməli, metakognitiv bacarıqlar nə deməkdir? Ümumiyyətlə, metakognitiv bacarıqlar ilk olaraq özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə metakognitiv bacarıqlardır. Hər biri bir-biri ilə əlaqəli olsa da, lakin bir-birlərindən fərqli anlayışlardır. İnsan özünün idrak proseslərindən agah olması və dərk etməsidir. Bir insan metakognitiv adından da görürük ki, özü haqqında idraki biliklərə sahib olmasıdır. İlk olaraq özünü monitorinq. Deməli, özünün monitorinqin komponenti var, həmçinin də digərlərinin komponenti var. Hər biri ilə tanış olacağıq. Deməli, özünü monitorinq tapşırıq zamanı insanın hərəkətlərini, davranışlarını və idraki proseslərini müşahidə etmək və izləməkdən ibarətdir. Qeyd edim ki, burada şagird özünü nəzarətdə saxlamağa cəhd etmir. Öz fəaliyyətini mühakimə etmir, dəyərləndirmir. Sadəcə özünü müşahidə edərək performansı haqqında məlumat toplayır. Əsas komponentləri hansılardır? Müşahidə komponenti adından da görünür ki, burada nə etdiyinə, necə etdiyinə və nəticələrə fəal şəkildə diqqət yetirir. İstər günlük, istərsə də şəxsi həyatında, istərsə də peşə fəaliyyətində özünün nə etdiyinə, davranışlarının necə olduğuna, nələrin baş verdiyinə diqqət yetirməklə artıq şagird özünü müşahidə edib, özü haqqında məlumat toplaya bilir burada. Digər isə agah olmaq komponentində burada deməli tapşırıq və ya öyrənmə zamanı nə baş verdiyini bilir və prosesdən agah olur. Hər insan hər hansı bir deməli fəaliyyət zamanı nəyi bilib bilmədiyinin fərqinə varmaq şagirdə gedişatla bağlı məlumatlı olmağa imkan verir. Artıq burada agah olur ki, tapşırıqlarda hər hansısa bir deməli nəyi öyrənir, nəyi öyrənmir, tapşırıq zamanı nə baş verdiyini bilir və proseslərdən artıq agah olur. Digəri isə rəy komponentidir. Burada müxtəlif vasitələrlə performansı haqqında məlumat toplayır. Qeyd edim ki, ola bilər ki, hər hansısa bir məqamda şagird özündə görməyə bilər bunu. Amma kənar insan müəllimin verdiyi, məsələn, ona verdiyi rəy nəticəsində artıq o özünü müşahidə etmiş olacaq kənardan və burada özünün monitorinq komponentinin, deməli, rəy komponenti, özünün monitorinqin daha doğrusu rəy komponentində öz əksini tapacaq. Yəni burada kənar insanın ona verdiyi rəydən o artıq özünü monitorinq edəcək. Bilmədiklərini belə artıq burada müəyyən etmiş olacaq. Digəri isə özünü tənzimləmə. Özünü tənzimləmədə isə burada demək ki, adından da görünür, insanın məqsədə çatmaq üçün idrakini, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı və idarə etməsidir. Əsas komponentləri hansılardır? Burada məqsədin müəyyən edilməsi, yəni məqsəd dəqiq, çətin və əldə edilə bilən məqsədlərin müəyyən edilməsidir. Məsələn, müəllimlərin işə qəbulunda yaxud da sertifikasiya imtahanında özü üçün məqsəd müəyyənləşdirir ki, mən sonda yüksək nəticə əldə edəcəm, imtahanı uğurla başa vuracam. Deməli, bu məqsədi öncədən özü üçün müəyyənləşdirir. Bu məqsədin müəyyən edilməsidir. Digər komponentində isə planlaşdırma. Planlaşdırma komponentində isə artıq biz məqsədimizi qoymuşuq və məqsədə gedib çatmaq üçün, bu məqsədlərə nail olmaq üçün plan və strategiya hazırlamaqdır. Məsələn, müəllim özü üçün məqsədi müəyyən etdi. Daha sonra məqsədə çatmaq üçün müəyyən edir ki, özü üçün planlar tərtib edir ki, mən məsələn testləri edəcəm, müəyyən hazırlıqlar olacaq, daha sonra müəyyən vəsaitlərdən istifadə edəcəm, müəyyən aralıqlarda artıq dərsləri çalışacam mütəmadi olaraq və həmin nəticəyə gedib çatmaq üçün. Əsas odur ki, məqsədinə gedib çatsın. Bu da planlaşdırma komponentidir və emosional tənzimləmə komponenti özünü tənzimləmənin komponentidir burada. Deməli, burada öyrənmə prosesi zamanı
emosional reaksiyaları idarə edir və nəzarətdə saxlayır. Öyrənmə prosesi həmişə rahat və axıcı olmur. Edilməsi müəyyən qədər çətin olan tapşırıqlar şagirdlərdən daha da əzmli olmağı və emosiyalarını idarə etməyi tələb edir. Bu bacarıq şagirdlərin sosial həyatında da onlara lazım olur. Deməli, müəllimlər, məqsəd müəyyən etdik. Daha sonra hər hansısa bir məqsədi müəyyən etmişik. O məqsədə çatmaq üçün ola bilər ki, testlərdir. Test işləyən zaman baxırsınız ki, nəticəniz aşağıdır. Nəticə aşağıdırsa, burada yəni emosional olaraq siz düşünəcəksiniz ki, hə mən bunu bacarmıram, məndə alınmır, artıq mən yəni bu məqsədimdən vaz keçməliyəm, yəni bu məqsədimi kənara qoymalıyam. Amma belə olmamalıdır. Emosional olaraq da, yəni biz hər bir çətinliklə qarşılaşdığımız zaman yenə də emosional olaraq biz yəni bu vəziyyətdən müsbətə doğru baxmalıyıq. Daha sonra uyğunlaşma komponenti. Burada isə alınan rəylər və dəyişən şərtlər əsasında istifadə edilən strategiyaları uyğunlaşdırır. Şagirdlər hansısa fəaliyyət zamanı alınan rəylərə görə işlərində və ya davranışlarında istifadə etdikləri üsullara, strategiyalara dəyişiklik edirlər. Bəli, diqqət etdinizsə, öncəki emosional tənzimləmədə qeyd etdim ki, ola bilər ki, hər hansısa bir testlərdə, yaxud hər hansısa bir tapşırıqlarda zəiflik müşahidə edirsiniz və bundan emosional olaraq, yəni emosional olaraq özümüzü tənzimləməyi bacarmalıyıq və alınan rəylərə əsasən, dəyişən şərtlər əsasında istifadə edilən strategiyaları uyğunlaşdırmalıyıq. Yəni qeyd etməliyik ki, hə, demək ki, bu strategiya düzgün deyil, başqa bir strategiyadan istifadə etməliyik. Digəri isə özünü qiymətləndirmədir. Özünü qiymətləndirmənin deməli, burada özünü qiymətləndirmə, özünün fəaliyyəti və ya öyrənməsi haqqında mühakimə yürütmək və ya qiymətləndirməkdir. Onun da əsas komponentləri hansılardır? Qiymətləndirmə komponenti və refleksiya komponenti. Demək ki, qiymətləndirmə komponentində şagird işinin və ya öyrənməsinin keyfiyyəti haqqında mühakimə yürüdür. Fəaliyyətinin deməli, keyfiyyəti haqqında etibarlı meyarlar əsasında fikir yürüdərkən şagirdin mühakimə bacarığı inkişaf edir. Nəticədə şagird öz işini də qiymətləndirmiş olur. Refleksiyada isə şagird nə öyrəndiyi və necə öyrəndiyi, həmçinin nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Şagird davamlı olaraq öz fəaliyyətinin müxtəlif aspektləri haqqında refleksiya edəndə, yəni rasional şəkildə düşünəndə, təhlil edəndə özünün üstünlüklərini və çatışmazlıqlarını müəyyənləşdirmiş olur və bu zaman deməli artıq özünü refleksiya etmiş olur, özünü qiymətləndirmiş olur ki, hə, mən nəyi yaxşı bilirəm, nəyi pis bilirəm, zəif və güclü tərəflərini müəyyən edə bilir özünü qiymətləndirmənin yəni əsasında. Qeyd edim ki, metakognitiv bacarıqlar, 3 metakognitiv bacarıq var. Özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirmə. Özünü monitorinqin komponentləri oldu. Müşahidə komponenti, agah olmaq komponenti və rəy komponenti. Digər, özünü tənzimləmənin komponentləri, məqsədin müəyyən edilməsi, planlaşdırma, emosional tənzimləmə və uyğunlaşma komponentidir və ən son olaraq özünü qiymətləndirmənin komponentləri isə qiymətləndirmə və refleksiya komponentidir. Bəli, qeyd etdik ki, bunlar hər biri bir-biri ilə əlaqəli olsa da, lakin bir-birindən fərqli anlayışlardır. Yəni, burada insan özünün idrak proseslərindən agah olur və onları dərk edir. İstər rəy komponentində olsun, yəni özünü monitorinqin, burada özünü monitorinq edir. Bu, özünün görə bilmədiklərini rəy komponenti əsasında digər insanların ona səsləndirdiyi rəy əsasında müəyyən etmiş olur. Özünü tənzimləmədə özünü hər tərəfli həm məqsədini müəyyən edir, həm məqsədinə çatmaq üçün planlaşdırma aparır və emosional tənzimləmə, emosional olaraq da özünü tənzimləyir və uyğunlaşma, artıq ona uyğunlaşır və özünü qiymətləndirmədə də ən son olaraq qeyd edim ki, burada qiymətləndirmə edir və refleksiya edir. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə olub bəyənməyi unutmayaq.